Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizə salamlayıram. Bu gün də gözəl bir kurikulum sualının izahını verəcəm və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, aprel ayından çox əla bir sınaq qrupumuz fəaliyyətə başlayacaq. Sınaq qrupumuzda heç yanında görmədiyiniz situasiya sualları işləyəcəksiniz. Hansı ki, bunları biz özümüz tərtib edirik. Bunlar model suallar əsasında hazırlanmış situasiyalardır. Dərslərimiz yüksək keyfiyyətlə burada yalnız sınaq işləməyəcəksiniz. Keyfiyyətli sınaqla bərabər bu sınaqların izahları da sizə göndəriləcək və siz bunu izahı dinlədikcə artıq sizin sualı təhlil etmə qabiliyyətiniz, situasiyaya yanaşma qabiliyyətiniz formalaşacaqdır və bizim sınaq qrupumuza qoşularaq 80-90% nəticə göstərən müəllimlərimiz var ki, çox yüksək nəticə göstərmişdilər. Bilirsiniz ki, nə qədər oxusaq da test tətbiqi vacibdir. Yəni test etməsək, nə qədər əzbərləsək, oxusaq da mümkün deyil ki, yüksək nəticə olsun. Mütləq bizim sınaq qrupumuza qoşulmalısınız və müəllimlər deyir, müəllim, ödəniş nə qədər olacaq? Bizə gündə çox saylı mesajlar gəlir. Yalnız bir dəfə ödəniş eləyəcəksiniz. Aprel ayında bir dəfə ödəniş eləyəsiniz. Düz imtahana qədər sınaqlarla təmin olunacaqsınız. Bunun üçün ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq sınaq qruplarımız haqqında geniş məlumat əldə edə bilərsiniz. Başlayaq sualın izahına. Məktəbin direktoru elan edir ki, Gənalı məktəbimizdə böyük bir sərgi olacaq. Ömər isə hələ heç bir detal məlum olmadan dərhal həyəcanlanır. O daxilində artıq bu sərginin necə möhtəşəm olacağını, bəlkə də gələcəkdə bu sərgi sayəsində məktəbin beynəlxalq müsabiqələrə qatılacağını və şagirdlərin xaricə gedə biləcəyini xəyal edir. Ömər görünən faktlardan çox bu xəbərin hansı yeni imkanlara yol açacağını düşünür. Verilmiş situasiyaya uyğun olaraq Ömər hansı şəxsiyyət tipinə uyğun düşünür. Burada müəllimlərin çoxu o daxilində artıq bu sərginin necə möhtəşəm olacağını, baxın, daxilində sözünü görən kimi müəllimlərin çoxu cavabı introvert götürmüşdü. Bu sualı biz paylaşmışdıq kanal qruplarımızda, Telegramda, Instagramda. Yəni daxildə sözü görən kimi müəllimlər bunu götürürlər introvert. Amma mən bunun öz müdavimlərimə çox yaxşı izahını vermişəm ki, ekstravertlə introvert bir qədər yeni talim kitabında da dəyişiklik olub, yenilik olan mövzulardan biridir şəxsiyyət tipi. Jung'un bilirsiniz ki, bu şəxsiyyət tipi nəzəriyyəsinə aiddir. Baxın, introvertlər daha dərin düşünənlərdir. Onlar hər hansı bir situasiyaya anında reaksiya vermirlər, anında o saat beyinlərinə gələn fikri demirlər. Onlar ölçürlər, biçirlər, təhlil eləyirlər, uzun müddətli müşahidə eləyirlər. Amma Ömər nədir? Ömər eşidir ki, bir sərgi olacaq, hələ heç bir detal məlum olmadan. Tez Ömər artıq beynində bunu canlandırır ki, belə olacaq, elə olacaq, beynəlxalq müsabiqələrə şagirdlər gedəcək. Yəni artıq gördük ki, anında hələ detal məlum olmadan fikir yürüdürsə, detal məlum olmadan öz beynində nəyisə götür-qoy edirsə, bu artıq introvert deyil. Bu ekstravertdir. A getdi, D getdi. Müəllimlər, indi ekstravert duyğu bilirsiniz ki, yeni kitaba əsasən qavrama və qərar vermə xüsusi ayrılıbdır. Duyğudur, intuisiyadır, düşünmə var, hiss etmə var. İndi burada nə olacaq? Burada ekstravert intuisiya olacaq. Yəni iki cavabda qeyd olunub burada, düzəliş edəcəm bu suala. Ekstravert intuisiya olacaq. Niyə? Çünki intuisiya gələcəyə yönlük planlar qurur. Bu da hələ layihə həyata keçməmiş, detal məlum olmadan artıq beynində o layihənin bir planlaşdırır ki, intuisiyasına əsasən də belə olacaq, elə olacaq, şagirdlər beynəlxalq müsabiqəyə qatılacaq, şagirdlərə xaricə çıxış üçün bir yol olacaq bu layihə. Yəni görürsünüz, gələcəyə intuisiyada daha çox bu cür olur. Ona görə bu olur ekstravert intuisiya. C deyənlər də düz deyib, Y deyənlər də düz deyib. Sağ olun, hər birinizə xoş dinləmələr.